əsgərləri, dövlətin onlara qayğı göstərməmələri və müalicə almamaları üzündən onların yaralı bədən üzvləri tədricən çürüməkdə və həyatlarını itirməkdədirlər. Bədən üzvlərini itirən müharibə əlilləri isə işləyə bilmədikləri və ailələrini dolandıra bilmədikləri üzündən dövlətdən yardım tələb etməkdə və əvəzində isə polis tərəfindən ölümcül hala salınana qədər döyülməkdədirlər. Müharibədə şəhid olmuş Azərbaycan əsgərlərinin anaları, dövlətin onların şəhid övladlarının ailələrinə əhəmiyyət verməməsi üzündən etiraz əlaməti olaraq intihar etməkdədirlər. Eyni zamanda, İsrail şirkətlərinin istehsal etdiyi və sata bilmədikləri silahlar, Fələstinin Həmas özünü müdafiə təşkilatının atdığı kiçik raketlərdən belə İsraili qorumağa qadir olmayan Siyonist rejimin hava hücumundan müdafiə sistemləri baha qiymətə Azərbaycan Respublikasına satılmaqdadır. Nefti İsrailə ötürən diktator İlham Əliyev rejimi qalib prezident kimi təbliğ edilərək ölkədə baş qaldıra biləcək və xalq etirazının güclənməsi qarşısında müvəqqəti olaraq sığortalanmaqdadır. Bircə Azərbaycan vətəndaşının yaşamadığı işğaldan azad edilmiş ərazilərdə, xüsusən də İranla sərhəddə yerləşən rayonlarda İsrailin hərbi təyyarələrinin istifadə etməsindən ötürü 3 hava limanı inşa edilməkdədir. İranla sərhəddə yerləşən işğaldan azad edilmiş rayonlarda ağıllı kənd proyekti pərdəsi altında İsrail informasiya texnologiyaları əsasında Siyonist casusluq təchizatları yerləşdirilir. Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdəki bütün qızıl və digər qiymətli metal mədənlərini istismar etməkdədirlər. Hətta Azərbaycan Respublikası Prezidentinin şəxsi fərmanı ilə imzalanmış Qələbə Günü tarixi belə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemalın ölüm gününə təsadüf etdiyi üçün Türkiyə rəhbərliyi bu tarixi Azərbaycana zorla dəyişdirdi. Göründüyü kimi, 2-ci Qarabağ müharibəsində iştirak edən hər iki tərəf, Azərbaycan və Ermənistan xalqları ziyan gördükləri halda, İsrail və onun marionet kuklası olan Türkiyənin Siyonist hakimiyyəti böyük mənfəətlər əldə etməkdədirlər. Charlie Chaplin'in bir filmi var, Şüşə Salan. Deməli, Chaplin bir avara uşaqla birgə yaşayır. Bu uşağı göndərir və uşaq məhəllələrdəki evlərin şüşələrini sındırır. Sonra da Chaplin güya təsadüfən oradan keçir və cəmaat da evlərinin şüşələrini təmir etməyi Chaplindən xahiş edirlər. O da təmir edir və pulunu qazanır. Siyonizmin dünyada yürütdüyü siyasət də eyni ilə bu cürdür. Siyonizm Taliban, İŞİD və sair kimi terrorçu təşkilatları yaradaraq onları İsrailə tabi olmayan dövlətlərə müsəllət edir. Sonra isə ABŞ-ın əli ilə terrorizmə qarşı mübarizəyə başlayaraq NATO adlı işğalçı quldur təşkilatının vasitəsilə yaratdığı terrorçu təşkilatlar tərəfindən viran qoyduğu ölkələri işğal edərək özünə tabi edir. Dağlıq Qarabağ problemi də bu qəbildəndir.